Qədirxum haqqında danışmaq Peyğəmbərimizin xüsusi tapşırıqlarından biridir. Peyğəmbər öz xütbəsində təkid edir ki, kim bu xütbəni eşitdisə, gərək başqalarına da çatdırsın. Burada deyilən sözləri eşidənlər eşitməyənlərə çatdırsın. Qədirxum haqqında danışmaq çox vacib məsələdir. Qədirxum hələ aktuallığını saxlayacaq, həmişə də bu aktuallıq gündəmdə olacaq və Qədirxum barədə danışmaq, onu qeyd eləməyin də çox böyük əcri var, çox böyük savabı var. Peyğəmbərimizin sünnətinə əsasən 3 gün bu bayram qeyd edilməlidir. Çünki özü də orada 3 gün beyyət alıb insanlardan. Qəribə bir hərəkət eləyib Peyğəmbər, buyurub ki, hamı gəlib, əl verib, əli ilə beyyət eləməlidir. Deyiblər, ya Rasulallah, ümumi beyyət olsa olmaz, xeyr, hamı gəlib, əl verməlidir. Bu davam eləyə bilər, uzun vaxt apara bilər. Buyurdu ki, eybi yoxdur. Uzun vaxt aparsa da, bu tək-tək hər bir müsəlman əli ilə beyyət etməlidir. Və 3 gün davam elədi. Hətta qadınlar üçün də teştin içinə su tökdülər və Həzrət Əli əlini o teştin içinə saldı. Sonra qadınlar da o suya əlini salmaqla o şəkildə təkidlə Peyğəmbər beyyət istədi insanlardan. Peyğəmbər hikmətsiz iş görməz. Mə yantiqu anil hava in huva illa vahyun yuha. O özündən bir söz danışmaz. Ona deyilənlər hamısı vəhdir. O elədiyi şeylər, danışdığı sözlər hamısı Allahın vəhyidir. Bu qədər Peyğəmbər israr elədi ki, beyyət eləyin. Və bizim bu məclisimiz də hər il beyyəti təzələmək üçündür. Əleyhissalamla, Əhl-i Beytlə. Bir ayə haqqında danışacağım qısa olaraq. Keçmişdə o ayə haqqında çox danışmışam. Hesab eləmək olar ki, bu ayə Əlinin vilayətini qəbul edənlərin xüsusiyyətlərini bəyan edir. Ki, bunlar kimlərdir? Hədislər var bu barədə ki, bu ayə Əlinin vilayətinə bağlı olan insanların xüsusiyyətlərini bəyan edir. Bu ayədə deyilən xüsusiyyətlər ilk növbədə Həzrət Əli əleyhissalamın özünə aiddir, ondan sonra onu sevən və vilayətini qəbul edənlərə. Bu xüsusiyyət haqqında Peyğəmbər də Qədir xütbəsində danışır. Bu xüsusiyyətlər bizdə olmalıdır ki, vilayətə bağlılığımız bəlli olsun, Əlinin imamətinə bağlılığımız bəlli olsun. Əli əleyhissalamın vilayətinə bağlılıq iddiasında olub bu xüsusiyyətlərdən məhrum olmaq olmaz. Yəni bu vilayətlə bir araya sığmır. O hansı xüsusiyyətlərdir? Maidə surəsində olan ayədədir, məşhur ayədir, çoxunuz da eşitmişsiniz bu ayəni. Müraciət möminlərədir. Ya eyyuhəl-ləzina amanu, ey iman gətirənlər, müsəlmanların içində olan bir dəstəyə, yəni müsəlmanlara, möminlərə xitabdır. Ya eyyuhəl-ləzina amanu, mən yərtəddə minkum an dinihi. Sizlərdən kim dinindən dönsə deyildikdə təfsirçilər deyir ki, yəni dininə yardım eləməsə, dininə kömək eləməsə, dininə dəstək olmasa, فَسَوْفَ يَأْتِ اللّٰهِ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ. Allah sizin yerinizə başqa bir qövm gətirər, bir dəstə gətirər. Yəni, sizi dindən uzaqlaşdırar, din neymətini sizdən alar və başqa bir qövm gətirər. Onların xüsusiyyətləri budur ki, yuhibbuhum və yuhibbunahu. Onlar Allahı sevir, Allah onları sevir. Allah onları sevir və bunlar da Allahın sevgisinə sevgi ilə cavab verirlər. Bu birinci xüsusiyyətdir. Allahla bunlar arasında qarşılıqlı məhəbbət var, sevgi var. Allah onları sevib yaradıb, sevib neymətlər verib, bunlar da bu neymətlərə, bu sevgiyə cavab olaraq bunlar da Allahı sevirlər. Ondan sonra buyurur ki, əzillətin aləl müminin. Bunların bir xüsusiyyəti də budur ki, möminlərin qarşısında təvazökardılar. Zəlil həddə təvazökardılar. Əzillətin, yəni o qədər
təvazökardılar, torpaqdılar möminlərin qarşısında. Əizzətin aləl kafirin. Kafirlərin müqabilində isə başı uca dayanıblar, möhkəm dayanıblar. Möminlərin qarşısında təvazökar, kafirlər deyildikdə burada düşmənlər nəzərdə tutulur. Adi kafirlər yox. Düşmənlərin qarşısında isə qətiyyətli dayanıblar. Bunların bir əlaməti budur ki, möminlərə qarşı mehriban və təvazökardılar. İndi dindarların içində bir dəstə formalaşıb ki, gücü elə dindarlara çatır. Tam əksidir bu ayənin. Gücü dindarlara çatır. Sərtliyini dindarlara biruzə verir. Çünki görür ki, onlar güzəşt edirlər, ondan sui-istifadə edir. Ondan sonra buyurur ki, yücahidunə fi səbilillah. Allah yolunda yorulmadan çalışarlar, səy edərlər. Cihad sözü bu sözdəndir, cəhd sözündəndir. Cihad təkcə döyüş demək deyil. Cihad yəni Allah yolunda səy etmək, çalışmaq. Yücahidunə fi səbilillah. Allah yolunda yorulmadan çalışırlar və əsas bu xüsusiyyətin üzərində bugün dayanacağım. Və la yəxafunə ləvmətə laim. Qınayanın da qınamasından qorxmurlar. Qınayanların qınamasından, qınağından qorxmurlar. Rişxənd eləyənlərin, məsxərə eləyənlərin söz-söhbətləri bunları hədəfdən yayındırmaz. Bunlar qorxudan geri çəkilməzlər. Bu yolda olanlar haqqında çox sözlər danışılar. Çox böhtanlar atılar. Çox olmayan eyibləri onlara nisbət verərlər. Məsxər edərlər, rişxənd edərlər, ələ salarlar. Amma bütün bunlar yollarından yayındırmaz. La yəxafunə ləvmətə laim. Bunları bildirdikdən sonra gözəl sonluq verir ayəyə. Buyurur ki, zəlikə fadlullah yu'tihi mən yəşə. Bu Allahın fəzlidir ki, istədiyinə inayət eləyir. Öz istədiyi bəndələrə Allah bu fəzli inayət eləyir. Allahın lütfu olmalıdır ki, insan bu yolda sabit qədəm olsun. Bu vilayət Allahın lütfüdür. Qəlbə bəxş olunan bir nuraniyyətdir. Bu xüsusi bir lütfdür. Zəhmətlə əldə olunmur. Allahın inayətidir, minnətidir insanların boynuna. Zalikə fazlullah, bu Allahın lütfüdür. Sonraki ayədə, bu ayələrə diqqət eləməyinizi xahiş edirəm, evdə də oxuya bilərsiniz. Sonraki ayədə bu dəstənin rəhbərini tanıtdırır. Bu dəstənin rəhbərini tanıtdırır. İnnəmə valiyyukumullah və rəsuluhu vəl-ləzinə amenu'l-ləzinə yuqimunəs-salah və yu'tunəz-zəkah və hum rakiun. Sizin vəliniz Allahdır, Peyğəmbəridir və o kəslər ki, rükü edib, rükü halında zəkat verirlər. Rükü halında zəkat verirlər. Peyğəmbər özü bu ayəni Qədir xutbəsində oxudu və dedi ki, rükü halında zəkat verən, yəni Əli ibn Əbu Talib. Yeganə tarixdə şəxsiyyətdir ki, rükü halında zəkat verib. Bilirsiniz də o hadisəni bilirsiniz ki, namaz qıldığı yerdə, rüküdə olduğu zaman bir ehtiyaclı insan məscidə daxil olur, Əli namazı bitirməyə qədər dözmür. Rükü halında barmağından üzüyü çıxardıb sahilə verir, ehtiyaclı insana verir. Və maraqlıdır ki, Allah Quranda Allahı, Peyğəmbəri vəli olaraq tanıtdırandan sonra imamı adı ilə yox, xüsusiyyəti ilə tanıtdırır. Demir ki, və Əlidir, deyir və o kəs. Bunun neçə hikməti var? Biri də budur ki, deyir, imam olmağa fədakar insanlar layiqdir. İmam olmaq bəxşiş əhlinə məxsusdur. Yəni, imam o qədər fədakardır insanlara sevgi ilə doludur ki, onların ehtiyacını ödəməyə bu qədər tələsir ki, Allahla münacat elədiyi zamanda bir ehtiyaclının ehtiyacını ödəyir, təmin edir. Yəni, bu imamətin xüsusiyyətidir. İmam bu xüsusiyyətə sahib olan insandır. Bir neçə dəqiqə o dəstənin xüsusiyyətlərindən birinin üzərində dayanmaq istəyirəm. İcazənizlə Peyğəmbərin Qədir xutbəsindən bir hissəni tərcümə edeyim ki, bu fikri izah etmək üçün. Dedim, hansı xüsusiyyətin üzərində dayanıram? La yəxafunə ləvmətə laim.
qınayanların qınamağından qorxmazlar. Kimdə bu xüsusiyyət varsa, özünü vilayətə bağlı hesab edə bilər. Və bu çox adamda yoxdur bu xüsusiyyət. Cəmaatın sözü bizim üçün çox önəmlidir. Cəmaatın fikri bizim üçün çox önəmlidir. Biz bəzən bəzi addımları atmırıq ki, mənə nə deyərlər? Məsxərədən çəkinirik, ələ salınmaqdan qorxuruq. Görün nə qədər önəmlidir ki, Allah xüsusiyyətlərin içində Quranda bunu bəyan edir. Peyğəmbərin xütbəsindən bu hissəni tərcümə edeyim. Peyğəmbər Qədirxumda cəmaatın qarşısında çıxış eləyərkən dedi ki, Allah mənə əmr elədi, ya əyyuhər rəsul, bəlliğ mə unzilə iləykə min Rabbik. Mənə dedi ki, mənim Peyğəmbərim sənə deyiləni cəmaata çatdır. فَاِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ. Bunu etməsən, Peyğəmbərli işini yerinə yetirməmsən. Dalıca qəribə söz deyir. Buyurur ki, və səəltü Cəbrail, xahiş elədim ki, Cəbrail mələkdən, ən yəstəfiyə ən təbliği zalikə iləykum. Deyim, mən ikinci belə bir şey görməmişəm. Ki, Peyğəmbər deyir, mən xahiş elədim Cəbraildən ki, olarmı mən bu sözü burada deməyim? Əlinin imamətini burada tanıtdırmayım. İcazə verirsinizmi? Allah məni üzürlü saysın ki, burada bu işi görməyim. Hələm mən görməmişəm Peyğəmbər deyə ki, ilahi, bəlkə məni üzürlü biləsən, bu əmr deyilsə, tövsiyədirsə, mən burada bu işi görməyim. Əgər Allah icazə versə, tanıtdırmayım. Səbəb nədir? Niyə görə Peyğəmbər təxirə salmaq istəyir? Buyurur ki, لِعِلْمِ بِقِلَّةِ الْمُتَّقِينَ. Çünki mən bilirəm ki, sizin aranızda təqvalılar azdır. Açıq deyir, açıq aşkar. Və kəsrətil münafiqin. Münafiqlər də çoxdur. Sizin aranızda münafiqlər çoxdur. Hətta başqa yerində xütbənin deyir ki, barmaqla göstərə də bilərəm ki, aranızda nifaq əhli, münafiqlər kimdə, amma mən bu işi görmürəm. Hətta bəzilər orada narahat olur. Şimdi deyəcək. Və idğalil asimin. Və xəyanətkarlar var ki, cinayət eləməyə hazırdılar. Və, sözüm budur, və xiyalil müstəhziin. İstehza edənlərin rişxənd eləməsi səbəbindən çəkindim bu işdən. Dedim, bəlkə deməyim. Peyğəmbər özü üçün qorxmur. Peyğəmbərin nigarançılığı nədədir? Mən Əlinin vilayətini bəyan edəcəm. Təqvalılar azdır, qəbul eləsin. Münafiqlər çoxdur. Rişxənd eləmək, məsxər eləmək bunların adətidir. Qorxuram ki, möminlər bu təzyiqin qarşısında dözməyələr və Əlinin vilayətindən çıxalar, qəbul eləməyərlər. Peyğəmbərin nigarançılığı bundan idi.